Salam, bugün kakaolu peçenye hazırlayırıq. 2 yumurta, 1 stəkan şəkər tozu. Yaxşı qarışdırırıq. 1 paket vanil əlavə edirik. 25 qram kakao. 100 qram duru yağ. 100 qram qatıq əlavə edib qarışdırırıq. Yaxşı çırpırıq, qarışdırırıq. Un əlavə edirik. Un məndə 500 qram getdi. 1 paketdə qabartma tozu əlavə edirik. Qarışdırıb əlimizlə yoğururuq. Sonra əlimizdə yumurlayıb sobanın qabına düzürük. Üzərinə mən araq düzdüm. Hazırdır. Həm yumuşaq, həm dadlı peçenyalardır.